Salam olsun bizim Əlamlakin izləyicilərlə, YouTube izləyicilərinə. Hazırda bizim gözəl, belə o ham axtarır deyir şəxsi ev. 5 sotda, bir mərtəbə. Hə qardaş, 5 sotda, bir mərtəbə. Torpağının da çıxarışı var. Evə qufça almayıb. Bax, burada həyətdə deməli olar ki, hər şey var. Bütün infrastruktur buradadır. Qiymət nə dedin? 160 min. Bax, eşidirsiniz, ev yəsi birbaşa 160 min deyir. Çox gözəl yerdədir. Çox əla bir yerdədir. 160 minə demək olar 2 otaq ev alma olmur şəhərdə, hə? Olmur, hə, 2 otaq ev. Deməli, elə Şamaxan kimi yerdə bir otağı desən, birini ikidən alırlar. 170 desən belə. 500-dəndir də. Hə, valla. Mən başa düşmürəm də o. Bax, gözəl də bir yerdədir. 24 saat su kəsilmir özdə burada. İşıq da sönmür. İşıq da sönmür. Bax belə. Yəni gözəl həyatı var. Gözəl həyatı var. 4 otaq evdir. Hə, aç qapını qardaş. Bax belə. Bax belə gözəl girişi var. Yenə təkrar edirəm, şəxsi özünə tikilmiş evdir. Yəni heç bir insan satmağa bu cür ev tikmir. Torpağın çıxarışı var. 4 otaq evdir. Girən Studiyadır. həm zal da var burada. Ha, studiyanın altına bir yerdə belə durur. Qoy düşməsin. Biz fikrimizi dəyişdik, qoy qonaq otağından başlayaq. Bunun işləri yandır. 36 kvadrat. 36 kvadrat. Otaqlar. Gözəl. Heç hər dəqiqə belə enli zal düşmür. Çox enlidir. 5 metr var bunun eni. 7 yarım şeydir, 4.80-da enir. Hədə 5-dir, deməli 5-dir. Gözəl. Gözəl. Hə, çıxır bu da. Hə. Deməli bu maşallah burada mətbəxdir. Burada nəsə var, deyəsən otaq var burada. Oradan çölə çıxandır da. Hə, çölə çıxışdır. Buranı görə işıq yandıra bilirsən, yandır. Deməli mətbəx mebeli qalır. Bəs burada olan o xaladenlikdir, bilməm qabı yanzadılar. Götür. Baxaq da o danışıqdan asılıdır. Eyvah. Belə. Amma kondisioner qalar da yəqin ki. İnşallah. Ha, bax belə. Qiyməti yenə təkrar edirəm, 160 min manat ilkindir. Ev sahibi özü inşallah sizə bunu endirim edəcək. Bax. Burada da böyük otaq. Bax, həqiqətən bizim gələn müştərilər yoxdur. Əksərlər deyir ki, böyük otaq olsun. Bax, 25 kvadrat var da yəqin ki bura. Ha, 25 kvadratda belə yataq otağı. Bir dənə də yataq otağı burada. Bax belə. 25 kvadrat, 2 dənə yataq otağıdır da. 2 dənə yataq otağı, 2 dənə də bir dənə studiya, bir dənə bunu. Belə. Gözəl. Bu da onun sanitarı. Yəni hər gördüyünüz yerdə bir tərəfi qoşa, bir tərəfi tək. Yəni əşyasız, bax, tam hazır vəziyyətdə evdir. Gəlirsiniz, alırsınız, yaşayırsınız. Bir də çıxım ətrafı çəkim. Vallahi doğrudan da süperdir. Mən o şəhərdəki evlərə baxıram. Vallahi bu masajlı ev. Bu təzən gördüm bu boyda mal, mülk 160 min. Bax. Gedib şəhərdə bir otaq almanı gəlin alın. Çox gözəl də yerdədir.